Salam qalaram. Bu gün sizlərlə verdə PSP futbol necə yüklənir? Sizə onu göstərəcəm. İlk öncəliklə gəlirik buradan Telegram kanalımıza giririk. Kim istəyirsə yorumlara yazsın. Telegram kanalımızın linkini verim. Gördüyünüz kimi 29 nəfəri. Burada bu dosyanı yükləyirsiniz. Bu dosyanı yükləyəndən sonra gəlirsiniz burada 3 nöqtəyə vurursunuz dosyanın yanındakı. İndirənlərə kaydet edirsinizsə. Ondan sonra istəyirsiniz arşiv edirsiniz belə. Bir dəfə basırsınız üstünə. Bir dəfə basırsınız üstünə, belə. Bu yaşıl şeyin üstünə basırsınız. Sizdə belə gələ bilər. Mən rahatı, yəni Zarxiverlə eləyəcəm. Zarxiverə gəlirik. Buradan bax, yazılıb bu dosya gəlməlidir. Sizdə Telegram bölməsində olacaq, çünki siz şeyə qayd eləmişsiniz. Bax o. Deməli, buna bir dəfə basıb, mən basılı tutdum. Üzürsə. Bir dəfə basırsınız. Burada var. Yazılıb buraya çıxart. Ona basırsınız. Bax, gəlir. Gəlir bu dosya. Bu dosya gələndən sonra basırsınız bir dəfə. Bu PSP dosyası var. Bir dəfə basırsınız, saxlayırsınız. Kopyala. Buradan ən üstə bura vurursunuz. Burada bax, cihaz yaddaşı. Cihaz yaddaşına basırsınız. Sonra bax, buna basırsınız. Yəni, burada şey olur. Ona basandan sonra sizdə olur. Mən eləmirəm, çünki məndə həm oyuncu karyeri var yenə. Gedə bilər, ona görə üstünə qurmaq istəmirəm. Deməli, onu elədi, hər şey hazırdır. Bir şey qalıb, onun da bax, linkin verəcəm. Bax, bu emulatordur. Bu emulatordur. Siz gedib bunu heç hardan yükləməyin, yəni Google-dan yükləməyin. Çünki bu bir dənə şeyə gedir. Yəni, bu PSP Gold'un öz bir dənə sürümü var. Bizim elədiyimiz PSP onun sürümünə gedir, yəni. Onlara başqa sürüm eləsiniz, olmama ehtimalı çoxdur. Bu cihazımız Android'in bütün cihazları içində Android 5.0'dan 5.0 və 5.0'dan aşağı bir cihazlar dəstəklənir. Bu oyunumuz 32 bit, 64 bit dəstəkləyir. 32 bit, 64 bit eyni olanları da dəstəkləyir. Yəni, məsələn, məndə həm 32 bit dəstəkləyir telefon, həm də 64 bit dəstəkləyir. Yəni, rahat edə bilirəm. Sizdə məsələn 64 yox 32, 64 olub 32 də dəstəkləməyə bilər. Və yaxud ikisini də mən